Ən əsası isə günah məndədir düşüncəsi, xüsusilə çox az yaşlarında təcavüzə uğrayan uşaqlar qarşı tərəfin pis niyyətini başa düşmədikləri üçün, mənalandıra bilmədikləri üçün günahı özlərində görürlər. Bu da gələcəkdə qurduğu hər cür münasibətdə güvənsizlik, inamsızlıq, öz bədəni ilə münasibətdə pozulmalar kimi nəticələr ortaya çıxarda bilir. Mənə qalsa bu serial valideynlərə bir ismarı götürür və deməyə çalışır ki, övladlarınızın verdiyi sözlü və sözsüz mesajlar çox vacibdirlər. Onları dinləyin, onlara qulaq verin. Övladlarınıza kiçik yaşlarından öz bədən sərhədlərini qorumağı öyrədin. Haranın qadağan bölgə olduğunu, özəl bölgələr təlimini keçin və qadağan bölgələrə toxunmağa çalışan insanlara qarşı susmağı deyil, reaksiya verməyi öyrədin. Digər insanlardan köməyə çağırmağı öyrədin. Əgər nəsə bir hadisə baş veribsə, uşağa danışması üçün, sizə güvənib öz içini açmağı üçün şərait yaradın və dərhal heç vaxt itirmədən hüquqi, psixoloji, tibbi bütün dəstəkləri işə salın və ən əsası uşağa günahkar olmadığını hiss etdirin. Ümumiyyətlə təcavüzə uğramış uşaqların ən çox ehtiyacı olan 2 cümlədir bu. Günahkar sən deyilsən və mən həmişə bir valideyn olaraq sənin yanındayam mesajı.